Allah ayları bir-birindən fəzilətli etdi. وَرَبُّكَ يَخْلُقُ مَا يَشَاءُ وَيَخْتَارُ Allahın fəzilət verdiyi aylardan biri də Zulqa'də ayıdır. Ərəblər bu aya hörmət edərək və Zilhiccə ayında həcc ziyarətinə hazırlaşaraq orada döyüşməkdən uzaq durduqlarına görə belə adlandırılıb. Bu ayın xüsusiyyətlərindən biri də haram aylarının başlanğıcı olması. Ərəblər həcc ziyarətinə gedən insanların təhlükəsizliyi üçün bu ayı haram hesab etmişlər. İslam dini gəldikdə isə bu ayın haramlığına döyüşə başlamağın haram olmasını da əlavə etmişdir. Eləcə də zülmün başqa aylarda haram olmasına baxmayaraq, bu ayın hörmətini uca tutmaq və bu ayda edilən günahları şiddətləndirmək üçün zülmü də bu ayda haram etmişdir. Bu ayın xüsusiyyətlərindən biri də bu ayın həcc aylarından biri olmasıdır. Həcc etmək istəyən bu ayda niyyət etməlidir. Uca Allah buyurur. Xüsusiyyətlərindən biri də Peyğəmbərin sallallahu əleyhi və səlləm bu ayda 4 dəfə ümrə etməsidir. Ənəsdən radiyallahu anhu gələn hədisdə buyurur: Peyğəmbər sallallahu əleyhi və səlləm 4 dəfə ümrə etdi. Həcc ziyarətində olan ümrəsi istisna olmaqla hamısı Zulqa'də ayında idi. İmam Nəvəvi rahimehullah buyurub: Peyğəmbərin bu ayda ümrə etməsinin səbəbi həm bu ayın fəzilətinə görədir, həm də cahillərə müxalif olmaq üçündür. Çünki cahillər haram aylarında ümrə etməyi ən pis günahlardan sayırdılar.